İngilis atalar sözünə əsasən mənim evim mənim qəsrimdir. Amma onların böyük bir hissəsi ildə ən azı bir dəfə bu qəsri tərk edərək xaricdə istirahət etməyi sevir. Və belə görünür ki, iqtisadiyyatın böhran girdabında olması bu meylin qarşısını ala bilməyib. Britaniya Səyahət Agentləri İttifaqı Aptonun keçirdiyi rəy sorğusu zamanı respondentlərin 40%-i bildirib ki, xaricdə istirahət onların qənaət siyahısında sonuncu yerdə gedir. İldə bir dəfə hansısa cənub kurortunda dincəlmək üçün onlar yeməklərinə qənaət etməyə, evdə təmin işlərini dayandırmağa və bankdan borc götürməyə belə hazırdırlar. Qadınlar bu mənada kişilərdən daha həvəslidirlər. Bu həm də yaşdan asılıdır. Yaşı 65 ötənlərin 43%-i mütləq istirahət edəcəyini deyir. 15-24 yaşlıların cəmi 27%-i bu mövqe ilə bölüşür. Rəy sorğusunu aparmış APTA təşkilatı özündə yüzlərlə turizm agentliyini birləşdirir. APTA üzvü olan agentliklərə insanlar daha çox etibar edirlər. Belə ki, bu müəyyən mənada keyfiyyət və yüksək müştəri xidmətinin göstəricisidir. APTA-nın baş PR meneceri Gillian Edwards Britaniyalı istirahətə bağlılığını belə izah edir. Well, I think holidays are really important to British people. A big factor of that is the weather that we have in this country. It's very unpredictable, and so it's not that we don't get sunshine, but no one can guarantee it. So when people are booking that time off work, they want to know that they can go somewhere and have guaranteed good weather. So I think that is a major factor in why people in this country really don't want to give up on their holidays. I think another factor is that people want to have a break. We work hard, we work quite long hours in this country. Antonella Panayotou bellərindəndir. Hökumət idarəsində çalışan Antonella səyahət etməyi çox sevir. Ailəsi ilə bir çox ölkələrdə olub. Böyük oğlu yaxınlarda Amerikaya, Las Vegas'a səyahət edəcək və gedəcəyi günü təqvimdə işarələyib. Əlbəttə, Panayotou ailəsində də səyahət istəyi və büdcə məhdudiyyəti arasında daimi çarpışma gedir. Bu qış o mətbəxində bahalı təmir işləri aparıb və bununla çox öyünür. Bununla belə istirahətindən də qalmayacağını deyir. Okay, I find it's always difficult to book a holiday, but I am going to book a holiday because I feel that after working so hard in the UK, that we do deserve a holiday abroad. Plus, we don't have the weather over here, so we do need somewhere hot to recuperate for the whole year's work. Not too bad as it goes. Yeah, it's not bad. And plus, on the Greek islands, the cost of living isn't as high as what mainland Greece is. So I've researched. İqtisadi çətinliklərə baxmayaraq Britaniyalılar hələ də səyahət jurnallarını vərəqləyirlər. Bunun arxasında daha bir faktor durur. Bu da xarici ölkələrdəki iqtisadi və siyasi vəziyyətdir. Məsələn, Yunanistandakı iqtisadi böhran oraya getməyi ucuzlaşdırıb. Yaxın Şərqdə, Misirdə, Tunisdə baş verən siyasi hadisələrin nəticəsində isə oraya putyovkaların qiyməti xeyli aşağı düşüb. Elçin Əliyev, ANS, London.